59-cu suala baxaq. Bir üzü sarı, digər üzü qırmızı olan 100 ədəd kart sarı üzləri üstdə olacaq şəkildə aşağıdakı kimi yerləşdirilib. Əvvəlcə Aynur 70 ədəd, daha sonra Amin 80 ədəd, daha sonra isə Murad 90 ədəd kartı tərs düzünü çevirir. Buna görə ən az neçə kart 100 dəfə çevrilmiş olar? Ən az dediyinə görə, 3 dəfə olduğuna görə 2-ni vurursunuz 100-ə. Nə qədər olur? 200. Sonra bunları toplayırsınız. 70, üstə gəl 80, üstə gəl 90. Bunların cəmi eləyir 240. 240-dan da çıxırsınız 200-ü. Nə qədər olur? 40. Ən az 40 dəfə çevrilmiş olar. Sonra keçirik növbəti suala. Yer aşağıda müəyyən hündürlükdən yerə buraxılan topun şəqili olaraq qət etdiyi yol göstərilmişdir. Top hər dəfə yerə dəydikdən sonra düşdüyü hündürlüyün 5/2-si qədər yüksəlir. Bu top yerə 4-cü dəfə dəyəndən sonra 64 metr yüksələrsə, ilk dəfə hansı hündürlükdən yerə buraxılmış olar? Baxın, tutaq ki, birinci dəfə x metr hündürlükdən olan topdur. X-i vurasınız 5/2-yə. Nə olacaq? 2x bölünsün 5-ə. İkinci dəfə nə olacaq? 5/2x-i vurasınız 5/2-yə. Bu da nə qədər olacaq? 25/4x. Bu belə qayda ilə gedir. Dördüncü dəfə nə olacaq? Dördüncü dəfə 2-nin üstü 4. 2-nin üstü 4 nə olacaq? 16. 5-in üstü 4, 625'dir. Vuracaq 625, vurulsun x bərabərdir 64'ə. Buradan x nəyə bərabərdir? 64 vurulsun 625, bölünsün nəyə? 16'ya. 64 ilə 16'nın hesablarında 4 qalır. İndi 4'ü də 625'ə vuranda buradan bunları silək. ...625 vurulsun 4'ə. 4 5'in 20. 2 yadda. 4 8 8 10. 1 yadda. 4 6'nın 24. 24'də də 1. 25. Bu da oldu avariya.